Mən biraz da doktorla danışım və çox maraqlı, belə deyək də, məsələlərə toxunduq reklamda. Deyirəm ki, həmişə ailə qurur, cütlük, cavan qız, oğlan müayinədən keçməyə utanırlar. Doktor düz deyir, ailə deyir, bir nəfər ailə qurub 2 ildir ümumiyyətlə problem yaşayırlar, ər-arvad gəncdirlər və qız deyir ki, get həkimə, deyir, yox, məndə heç bir problem yoxdur və sonra da boşanmaya gəlir. Bax, niyə utanmalıyam, məndə bir xəstəlik varsa, nadir? Kişilərdə var da o biraz qürur var, qürur. Əslində o bilirə getmək lazımdır. O qürurdur. Doktor, o qürur deyil axı. Mən çox üzr istəyirəm, o qürur deyil. Əslində savadlı insan, dünya görüşü olan insan başa düşür ki, yəni orada bir eyib bir şey yoxdur. Yoxdur. Yəni necə qadınlar, kişilər də yoxlanmalıdır. Və bu yoxlanışın əsas səbəblərindən biri odur ki, sənin gələcək ailə həyatın xoşbəxt olsun. Yəni özün üçün yox, gələcək ailən üçün bunu eləməlisən. Bəzən olur ki, insanlar biz də deyəndə deyirlər ki, doktor, mən valla utandım, çəkinirəm, amma burada utanılası, çəkinilməsi bir şey yoxdur. Çünki bunun sonu boşanma ilə nəticələnir, o da bir travmadır insan üçün. Və gələcəkdə bəzən təəssüflər olsun, valideynlər çox böyük müdaxilə edir. Yəni, məni düzgün anlayanlar, yəqin tamaşaçılarda, əsas da oğlan tərəfində, belə deyək valideynlər ki, yox, mənim oğlum heç bir problem yoxdur, problem xanımdadır. Elə insanlar gəlir ki, xəstə. 2 dəfə ailə qurub, 2 nəfər insanı boşuyub, 3-cü insandır, gəlib bizə yoxlayır, sonda məlum olur ki, problem demək ki, oğlandaymış. Aha.